Herkese salam. Siz də musiqi nəzəriyyəsi fənnini öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. Elə sizə gəlin keçək yeni dərsə. Dərsimiz olacaq kvinta dairəsi. Kvinta dairəsi öncəliklə onu deyim ki, həm major tonallıqlarının kvinta dairəsi, həm minor tonallıqlarının kvinta dairəsi mövcuddur. İkisini də bugün keçəcəm mən. Kvinta 5 deməkdir. Bunu yenə yadda saxlayın. Kvinta 5-ci intervalda keçmişik, sadə intervallarda. Həm də biz qammaları keçəndə, majoru keçəndə diyezli və bemollü major qammaları, minoru keçəndə diyezli və bemollü minor qammalar haqqında qısa da olsa məlumat vermişik. Bugün tam dərinini öyrənəcəyik. Diyezli minor qammaları üçün, yəni minor və major qammaları üçün, həm də bemollü major və minor qammaları üçün öyrənəcəyik bugün. Diyezli minor qammaları ardıcıl olaraq xaric kvintalarla yuxarı, bemollü minor qammaları deməli ardıcıl olaraq xalic kvintaları aşağı düzülərsə, yəni gedərsə bu kvinta dairəsidir. Eynən diyezli major tonallıqlarının ardıcıl olaraq xalic kvintalarla yuxarı, bemollü major qammalarının major tonallıqlarının ardıcıl olaraq xalic kvintalarla aşağı istiqamətdə düzülüşünə kvinta dairəsi deyilir. Başlayaq. Bugün do majorda baxacağıq. Öncə majorda baxaq, sonra minor tonallıqlarında baxacağıq kvinta dairəsinə. İki cür daxı. Diyezli və bemollü major tonallıqlarının kvinta dairəsi budur. Bunu ekran görüntüsü alıb özünüzə saxlaya bilərsiniz. İndi keçək pianoya. Do major qamması. Bu yeganə qammadır ki, işarəsi yoxdur majorda olanlardan. İşarəsi yoxdur bu qammanın. Çox önəmli bir də qammadır. Mahiyyətli qammadır. Do majora baxacağıq təbii ki. Do majordan, yəni baxacağıq deyən do majordan başlayacaqdır. Fərqli bir mövzudur bu. Başa düşəcəksiniz. Do majordan 5 pillə sayırıq. Niyə? Çünki kvinta 5-dir ona görə. 5 pillə sayırıq. 5 pillə sayırsınızsa do'nu da sayın. Do, re, mi, fa, sol. Baxın 1, 2, 3, 4, 5. 5-ci gəldi düşdü sola. Yəni ki sol major. 5 pillə yuxarı saydıq. Sol majora düşdü. İndi ilk işarəli qamma sol major qammasıdır. Sol majorda hansı işarə var? Fa diyez işarəsi mövcuddur sol majorda. Fa diyezdə də ki, hələ do, re, mi, fa, sol, ya, si, do'dur. Bir diyezli qammamız oldu. Bir diyezli qamma sol major qamması oldu. Çünki birinci dəfə do majordan 5 pillə saydıqda sol majora düşdü. Ona görə sol major bizim ilk bir diyezli qammamız oldu. İndi artıq 2 diyezli olacaq bundan sonra. İndi soldan sayırıq. Soldan 5 pillə saydıqda yenə də 1, 2, 3, 4, 5. Düşdü 5-ci reyə. Həmişə deyirsənsə soldan 5 pillə sayanda hara düşür? Siz solu da sayın. Solla bir yerdə saymalısınız onu. Gördünüz ki, mən 1, 2, 3, 4, 5 saydım da buradan sol da saydım. Mütləq daxil etməlisiniz. Musiqidə belədir bu. Re notundan düşdü. İndi re deyəndə ki, re major deyirik də biz buna. Re major bizim 2 diyezli qammamız oldu. Burada hansı işarələr var? Bir, bayaq fa diyez var idi. Fa diyez təbii ki, burada daxildir. Bunun tərkibi belədir. Bu oldu re major qammamız. Bu oldu sol major qammamız. Da bir dənə notu götürüb deməyəcəksiniz. Bu qammamızdır bizim sol major qammamızdır. Belə sol major qamması. Bu da re major qamması. 2 diyezli qamma re major qamması oldu. Re majorda hansı işarələr var? Bir do diyezli, bir fa diyezli. Yerlərini düzgün deyin. Bayaq birinci biz fa diyezə baxmışdıq sol major qammasında. Fa diyez idi. Ona görə fa diyez götürmüşük. İndi re major qammasında təzə yaranan işarəmiz oldu. Do diyez elə deyil. İndi do diyez isə bayaqki fa diyez təbii ki daxil olacaq buna. Birinci o fa diyezi deyirsiniz. Fa diyez, do diyez. Bu oldu bizim 2 diyezli qammamız, re major qamması. Davam edirsiniz. Yenə 5 pillə sayısı re'dən. 1, 2, 3, 4, 5. Düşdü la notuna. La major yaranır.
5 pillə yuxarı saydıq, la major yarandı. La major qammasında nə var bəs? La major deməli 3 diyezli qamma olacaq. La majorda hansı işarə olacaq? Sol diyez. Bu işarəni necə müəyyən edirsiniz? Bayaq sola düşdü. Doğrudan 5 pillə saydıq, sola düşdü. Soldan yarımton önə baxsınız elə bil. Bu qara pillə diyez. Burada re'yə düşmüşdü. Bir yarımton geriyə baxdınız. Düşdü bu qara pilləyə. Burada da ki nə düşdü? La notuna düşmüşdü. La'dan yarım ton baxırsınız daha olsa aşağı baxırsınız. Düşür bura. Nə notu? Sol diyez. İndi sol diyez oldu. İşarələrimiz hansı oldu? Deməli, la major qammamızla baxdıq. Sol major, re major, la major qammalarıdır. Fa diyezdir, do diyezdir, bir də sol diyezdir. Bu da oldu bizim 3 diyezli qammamız. Bu arıcılıq belə davam edəcək. La'dan da 5 pillə sayacaqsınız, davam edəcək. Bayaq 5 pillə yuxarı saymaqla diyezli major qammalarını tapdıq. İndi bemolli major qammalarını tapacağıq. Burada 5 pillə aşağı, yəni geriyə sayacağıq. Yenə baxdıq, do'nu tapdıq. Do major qammasından başlayırıq yenə. Do'dan 5 pillə aşağı sayırıq. Do da daxil olmalı təbii ki. 1, 2, 3, 4, 5. Düşdü fa notuna. Bu oldu bizim fa minor qammamız yaranacaq. Fa minor yarandı. Fa minor bir bemollu qammadır. Çünki 2 fa'nı tapdıq da biz. Bir bemollu qammadır. İşarəsi də ki si bemollu. Si bemol bunun işarəsidir. Sonra fa'dan 5 pillə aşağı sayırıq. Fa'dan 5 pillə aşağı sayanda da fa, mi, re, do, si. Si əmələ gəlir. Yəni ki 2 bemollu qamma əmələ gəlir artıq, amma si bemol deyirik biz buna da. Si bemol əmələ gəlir. Çünki si bemol major qamması olacaq. Ona görə də bu arıcılıq belə davam eləyəcək. Si bemol major qamması 2 bemollu qammadır da. Dediyim kimi 3 bemollu, 4 bemollu bu qammalar bu arıcılıqla çoxalacaq. Bu isə minor tonallıqlarının kvinta dairəsidir. Tərif olaraq nə deyirik? Diyez olanda minor qammalarında ardıcıl olaraq xalis kvintaları yuxarı düzülməsinə kvinta dairəsi deyilir. Bemollu minor qammalarının ardıcıl olaraq xalis kvintalarla aşağı istiqamətə düzülməsinə kvinta dairəsi deyilir. Yəni ki, burada xalis kvintalarla düzülüş olur. Diyezli minor qammalarında ardıcıl olaraq yuxarı xalis kvintalarla, bemollarda bemollu minor qammalarında kvintalarla, yəni xalis kvintalarla aşağı istiqamətdə düzülməsinə kvinta dairəsi deyilir. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm dərsi və videonu bəyəndiniz. Əgər bəyəndinizsə kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun, hələlik gələn dərslərə qədər.